Mongolarda Muğal tayfaları da oldu. Eşitmişsiniz Muğal tayfaları. Moğollar, bunun əslində qalanda Monqollar biz indi çox vaxt ayırırıq. Monqolların xeyli qismi türk tayfaları idi. Bəzən də onları ayırmaq çətindir belə. İkincisi də əgər biz baxsaq, tarixdə türklərin qədim yurtlarından biri də Monqolistandan başlayır ta Urmiya gölünə qədər. İndi Urmiya nəzəriyyəsi var ki, eradan əvvəl 3-cü minillikdə burada türk tayfaları yaşayırdı. Eləcə də biz götürək, çox qəribədir. Tarixdə bu günləri biz möhtəşəm ki, tikirlər deyirik, hərb memarlığı nöqteyi nəzərdən. Bunlar əksər hallarda türklərə qarşı ucaldılırdı. Böyük Çin səddini hamı tanıyır. Hamı bilir ki, bu qədim dövrün ən bəşəm tiklisidir. Yaxud Qafqazda elə adam olmaz ki, Dərbənd səddi, Qeyliçay səddi, Beşbarmaq səddi haqqında məlumatı olmasın. Bunlar, bax, bu səddlər kimə qarşı tikilmişdi? Hunlara qarşı. Çünki Hunlar bəşər tarixində böyük bir dönüş yaratdılar. Yəni, Monqolistandan başlayıb ta İtaliya qədər gedib çıxdılar. Bütün tarixi tamamilə dəyişdilər.